Salam, değerli həmkarlar, hər vaxtınız xeyir olsun. Cəlil Məmmədquluzadənin Anamın kitabı və Qurbanəli bəy əsərləri əsasında hazırlanmış sınağın izahına baxın, video izahına baxaq. Birinci sualda nə deyilir? Anamın kitabı əsərinə əsasən cədvəldəki uyğunsuzluğu göstərin. Demək, uyğunsuzluq göstərməliyik. Adədir ki, qardaşların düşüncəsinə hakim kəsilən yad əqidə onların milli birlik və vətənpərvərlik anlayışının üstündən xətt çəkə bilməmişdir. Bəli, yanlış fikirdir. Buna görə biz bunu doğru hesab edəcəyik, çünki xətt çəkə bilmişdir. B'də deyir ki, təhsilli qardaşların çürük əqidə ilə yaşaması oxucuda acı təəssüf hissi yaradan məqamdır. Bəli, doğrudur, doğru fikirdir. Qarşısına da doğru yazıldığına görə bu da doğru hesab olunacaq. C'də deyir ki, övladlarının davranışından narahat olan Zəhra bəyim əsərin sonunacan övladlarını milli mənəvi birliyə səsləməyə davam edə bilmir. Xeyr, o ana sona qədər çalışır ki, övladlarını bir yola gətirsin, kitabını oxutmağa çalışır. Yanlış fikir yazıldığına görə bu da doğru fikirdir. D'də deyir ki, qardaşların nitqini qərizləşdirən təkcə alınma sözlər deyil, həm də fikirlərinin əksər hallarda anlaşılmaz və mənası olmasıdır. Bəli, bu doğru fikirdir, amma qarşısına yanlış yazıldığına görə uyğunsuzluq buradadır. Yəni ki, cavabımız da bu olacaq. Y-yə də baxaq. Demək olar ki, bütün obrazlar Cəmiyyət-i Xeyriyyənin başına toplamış yazıcı, bütün obrazları Cəmiyyət-i Xeyriyyənin iclasına toplamış yazıcı onları öz danışıq və davranışları ilə tanıdır. Doğru fikirdir. Bəli, bu da doğru. Demək, birinci testdə cavabımız olacaq D bəndi. 2-yə baxaq. Verilən müqayisələrdən yalnız biri düzgündür. Demək, doğrunu axtarırıq. Düzgün müqayisə. Rüstəm bəy, rus təhsilli və nisbətən demokratik təsir bağışladığı üçün Müsyo Jordanla xeyr, heç vaxt ola bilməz, bu yanlışdır. Biz düzlüyü axtarırıq. Mirzə Məhəmmədəli İranda təhsil aldığı üçün Molla İbrahim Xəlillə xeyr, bu da ola bilməz. Düzdür, ikisi də İranlı əlaqələri var, amma Molla İbrahim Xəlil hara, Mirzə Məhəmmədəli hara, fərqli obrazlardır. C-dədir ki, Səməd Vahid Türkiyədə təhsil aldığı üçün Yusif Sərracla xeyr, bu ümumiyyətlə mümkün deyil, çünki Yusif Sərrac Türkiyədə təhsil almayıb. D. Gülbahar cəsarətli olduğu üçün Səkinə xanımda. Bəli, Gülbahar cəsarətli obrazdır. Bu cəhətdən Səkinə xanıma bənzəyir. Səkinə xanım Axundovun Mürafiə Vəkillərinin Hekayəti əsərindəki obrazdır. Zəhrabəyim Y-dədir ki, Zəhrabəyim övladları sözünü dinləmədiyi üçün Həmidə xanımla xeyr. Həmidə xanım fərqli. Onun övladlarının sözünə baxırdılar. Bu da ola bilməz. Ona görə 2-də də cavabımız olacaq D bəndi. 3-ə baxaq. Cəmiyyət-i Xeyriyyənin icrasında müzakirə olunacaq məsələlərin düzgün ardıcıllığını müəyyən eləyin. Birinci il hesabı, bəli, bu doğrudur. Birinci elə bu başlayır. İkinci məktəb proqramı olmalıdır, yəni 4. Üçüncü acılar olmalıdır, 3 və dördüncü elmi ilahi dərsləri 2. Demək, cavab 1, 4, 3, 2. 1, 4, 3, 2 cavab olur Y bəndi. Demək, 3-də cavabımız Y bəndi olur. 4-ə baxaq. 4-də demək, Anamın kitabı əsərində hansı obraz və onun haqqında verilən fikir uyğunluğu pozmamışdır, pozmayıb. Demək, biz doğrunu burada axtarırıq, pozmayıb deyir. A-da deyir ki, nüfuz və söz sahibi kimi qəbul edilməli olan bu obraz, əsərdə bu yəqin ki, nüfuz və söz sahibi kimi qəbul edilməli obraz anadır, ailənin başçısı. Zəhra bəyim, sonda peşmançılıq çəkəcək obrazların, yəni oğlanlarının vicdan əzabı yaşayacaqlarını əvvəlcədən duyur. Bəli, Zəhra bəyim ana, bu doğru fikirdir. Yəni ki, cavabımız elə A variantı olacaq. Amma yenə digərlərinə baxaq. Dərin Rəbbinizi mənalı sual verən bu obraz, bu Gülbahardır. Deyirik, niyə hərə bir tərəfə gedir? Sonda Hambala verdiyi sualdır. Cəsarətli addım atsa da, səhvi üzə deməyə çəkinir. Xeyr, çəkinmir Gülbahar. Elə qardaşlarının üzünə açıq deyir ki,
Mənim üstümdə siz neçə dəfə dalaşmısınız, qonşular səsinizə yığılıb. Demək, yanlış fikirdir. Biz uyğunluğu axtarırdıq, cavabımız hələlik A-nı dedik. C dedik ki, bu vətənsevər obraz övladlarına öz arzusuna uyğun olaraq təhsil vermişdir Zəhrə bəyim. Bu da yanlış fikirdir, çünki Zəhrə bəyim uşaqlar, oğlanlar atalarının arzusuna uyğun olaraq təhsil almışlar, analarına görə deyil. D variantı deyir ki, həlim təbiətli adam təsiri bağışlasa da, yersiz inadkarlıqları ilə digər qardaşlarından geri qalmayan obraz Rüstəm bəy. Rüstəm bəy həlim təbiətli obraz deyil, təsiri bağışlamır. Demokrat fikirli təsir bağışlayır. Ona görə yanlış fikirdir bu da. Və Y-də Çar hakimiyyətinin narahatlığını ifadə edən sözləri ilə ölkədəki mürəkkəb ictimai siyasi vəziyyəti oxucuya çatdıran obraz Mirzə Həsən deyil, o da senzor Mirzə Cəfərdir. Bu da yanlış fikir olur. Demək, 4-cü testdə cavabımız olur A bəndi. 5-ə baxaq. Burada deyir ki, anamın kitabı əsərinə aid yanlış fikirləri göstərin. Əsər Rüstəm bəyin lüğət yazması ilə başlanır, bəli. Çobanlar Aslan bəydən qızdırma xəstəliyinin dərmanını öyrənir, xeyr, öyrənə bilmirlər, danışıqları baş tutmur, bir-birlərini anlamırlar. Mirzə Məhəmmədəli Rüstəm bəyə Dadaş deyə müraciət eləyir, bəli, Dadaş deyir. Mirzə Baxşəli Cəmiyyət-i Xeyriyyənin iclasında acıların ərzi halı barədə məlumat verir. Acıların ərzi halı barədə məlumatı Mirzə Baxşəli vermir, yanlış fikirdir. Cəmiyyət Xeyriyyənin iclasında verilən illik hesabatda il ərzində xərclənən pulun dəqiq hesabatı verilir, xeyr, verilmir. Bu da yanlış fikirdir. Ona görə yanlış olur demək 2, 4 və 5, yəni C bəndi. 6-cı testə baxaq. Görək 6-da bizim cavabımız nə olacaq? 6-da nə deyilir? 6. Verilən fikirlərdən neçəsi Rüstəm bəy haqqında həqiqəti özündə əks etdirir? Baxaq neçəsi. Demək, kətdə qoyunları var. Bəli, bu doğru fikirdir. Biri bu. Zahirən təmkinli və həlim təbiət. Xeyr, bu yanlışdır. Təmkinli, amma həlim təbiətli deyil, demokratik təsir bağışlayır. Aldadıcı görünüşü altında gizlənən əsl xarakteri çox keçmədən aşkara çıxır. Bəli, doğru fikirdir. Aldadıcı görünüş, yəni demokrat kimi görünür, mədəni kimi görünür, amma elə deyil. 4-də deyir ki, Cəmiyyət-i Xeyriyyədə qoyulan birinci məsələnin həlli barədə çıxışında düzgün hesab aparmağın mümkünlüyünü vurğulayır. Xeyr, bu da yanlış fikirdir. Və 5-də Gülbahar ilk onun kitablarını cırır. Bəli, bu da doğru fikirdir. Biz axtarırdıq. Neçəsi doğrudur? 3 dənəsi demək doğru fikir oldu. 1, 3 və 5. 3 dənə demək cavab olur C bəndi. 7-yə baxaq. 7-də nə deyir? Anamın kitabı ilə bağlı uyğunsuz fikirləri seçin. Uyğunsuz fikirləri. Doğruda yazır ki, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci fikirlər. Səlimə xanım, Münəvvər xanım, İsmail ağa və Cümşüd bəy əsərdə danışmayan obrazlar. Cümşüd bəy adlı obraz əsərdə yoxdur. Bu yanlışdır. Uyğunsuz axtarıq deməli 1 oldu yanlış. Məclisdə ana dilində danışmaq təklifini Mirzə Zeynal verir. Bəli, bu doğru fikirdir. Türk dili, milli dil, milli dil deyir. 2-ci sinifdə ədəbiyyat dərslərinin çətinləşməsini bir neçə valideyn ata irad tutub. Bəli, deyir ki, bir neçə valideyn ata irad tutub. Xüsuf 4 aydır başlayıb, küsuf dərsləri hələ başlayacaq və 6 ay davam edəcək. Doğru fikirdir, amma yanlışa yazıldığına görə uyğunsuz olacaq. Cəmiyyət-i Xeyriyyədə bütün məsələlər əvvəlcədən təyin olunmuş ardıcılıqla müzakirə olunur. Xeyr, yanlışdır. Yanlış olduğuna, yanlışa yazıldığına görə biz bunu doğru fikir kimi götürəcəyik. Və 6-cıda da deyir ki, acıların vəziyyətinin təyin olunması ilə bağlı komissiya təşkil olunmasını lüzumsuz görürlər. Acıların vəziyyətinin təyin olunması ilə bağlı komissiya təşkil olunmasını lüzumsuz görürlər. Doğrudur, amma yanlışa yazılıb. Buna görə cavabımız olacaq 1, 3 və 6, yəni C bəndi. 8-ə baxaq. Klasteri tamamlaya bilən fikirləri müəyyən eləyin. Klasteri tamamlaya bilən fikirlər. Klasterimizə baxaq.
Burada klasterdə nəyi əks elətdirir? Anamın kitabı Gülbahar obrazı ilə bağlı. Ən son Səməd Vahidin kitablarını cırır, xeyr. Səməd Vahidin kitablarını ikinci cırır, ən sonda cırdığı Mirzə Məhəmmədəlinin kitabı olur. Deməli, yanlışdır. Yanlış olduğuna görə biz burada da yanlışları seçməliyik. Baxaq görək hansı fikirlər yanlışdır. Qardaşlarının əqidələrinin və tutduqları yolun puç olduğunu onların üzünə deyir. Bu doğrudur. Demək, bu tamamlaya bilməz. Qardaşlarından Mirzə Baxşəlinin əqidəsi və fəaliyyəti digər qardaşlarla müqayisədə ona daha doğma və qəbul olunan görünür. Xeyr, bu yanlış fikirdir. Bizə də bu lazımdır. Demək, cavabımızın biri olur 2. Ağıllı və həssasdır. Anasını üzən dərdi, atasının vəziyyətində deyilənləri anlayır. Bəli, bu doğrudur. Bizə bu lazım deyil. Çünki biz səhvləri axtarırıq. 4-də deyir ki, qardaşlarının sonda peşman olacağını əvvəlcədən duyur. Duyan anası olur, bu duymur. Gülbahar duymur. Çobanların danışığının ona doğma gəlməsi vətənə bağlılığın və məhəbbətin göstəricisidir. Bəli, bu da doğru fikirdir. Ona görə cavabımız olacaq 2 və 4, yəni Y bəndi. Davam eləyək, görək 9-da nə deyir? Qurbanəli bəy əsərinin məzmunu əsasən Qurbanəli bəydən sonra gələn qonaqların düzgün ardıcıllığını seçin. Qurbanəli bəydən sonra gələn qonaqlar. Kitabımızda biz bunların ardıcıllığını göstərmişik. Burada bundan sonra gələn obrazlar demək mahal hakimi gəlir, sonra süd pristavı gəlir, ardı ilə 2 uçitel gəlir, sonra əfsər arvadı gəlir, sonra da özgə həkim arvadı gəlir. Yəni, düzgün cavab B bəndidir. Ardıcıllıqla getsək, düzgün cavab burada B bəndi olur. Mahal hakimi, sonra 2'ye A, yəni süd pristavı və s. Yəni, düzgün cavab B bəndi olur. 10-cu testə baxaq. Aşağıdakı fikirlərdən biri doğru və ya yanlış olma baxımından digərlərindən fərqlənir. Demək, ya 5 cavabdan 4'ü düz, biri yanlışdır və ya 4'ü yanlış, biri düzdür. Biz ona baxırıq. Uzundərə oynamaq istəyən Qurbanəli bəy pristavın deyil, naçalnikin müdaxiləsindən sonra oynama fikrindən yayınır. Bu doğru fikirdir. Çünki naçalnik deyir ki, gedəyin atlara baxmağa, ondan sonra əvvəlcə etiraz edir, deyir, mən oynamaq istəyirəm. Amma sonra naçalnikin müdaxiləsi deyir, atlara baxaq deyəndən sonra fikrindən yayınır. Qurbanəli bəy Kərbəlayı Qasımı biqeyrət adlandırsa da, naçalnik onu avamlıqda günahlandırır. Bəli, bu da doğru fikirdir. Qonaqların hamısının sağlığına içiləndən sonra Qurbanəli bəyin sağlığına içilir. Bəli, bu da doğru fikirdir. Mikhail Pavloviçin və onun xanımı Mikhail Pavloviç yox, Mikhail Vasilyeviç olmalıdır. Bu yanlış fikir, yəni ki, D bəndidir. Kəndlilər qlavalar tərəfindən tatarı ilə döyülərək yallı getməyə məcbur edilir. Bəli, bu da doğru fikirdir. Demək, 10-cu testdə cavab olur D bəndi. 11'ə baxaq. Qurbanəli bəy əsəri ilə digər əsərlərin müqayisəsi baxımından hansı fikir doğru sayıla bilməz? 11. Doğru sayıla bilməyən fikir. Həmzənin qıratı qaçırması qolundakı Həmzə kimi Qurbanəli bəy də bu əsərdə at çapmaqda qoçaqlıq göstərir. Xeyr. Elə bu yanlış fikirdir. Yəni ki, doğrusa, yəni ki, cavabımız A olacaq. Çünki orada Həmzə at çapmaqda qoçaqlıq göstərmir. Elə bir şey o əsərdə yoxdur. Beydə deyir ki, Bolu bəy qolunda Bolu bəy Köroğlunun əhvi üçün onun balasının canını ant verdiyi kimi bu əsərdə də Kərbəlayı Qasımın dilindən oxşar bir yalvarış görürük. Bəli, bu doğru fikirdir. Bomba əsərində olduğu kimi bu əsərdə də rus dilində bəli ifadələr var, doğrudur. Həmzənin qıratı qaçırması qolunda olduğu kimi bu əsərdə də un üyüdülməsi üçün dəyirmanın adı burada da var. Elə bir əsərin Qurbanəli bəy hekayəsinin sonunda dəyirmanın yanından gələn qonaqları görürlər. Dəhnamə əsərində olduğu kimi bu əsərdə də hadisələr yazda baş verir, bu da doğru. Demək, 11-ci testdə cavab olur A bəndi. 12'yə baxaq. Verilənləri nəzərə alaraq uyğunluğu bərpa edin. Demək, 1, 2, 3 Roma rəqəmi ilə A, B, C, C, D, Y. Baxaq görə burada nə deyir?
1, 2, 3, 4, 5, 6 obrazlardır. Gülbahar Zəhrabəyim, Zivər xanım, Rüstəm bəy, Səməd Vahid, Hüseyn Şahid. Və aşağıdakıları ona uyğun düzməliyik. Lüğət. Lüğət kimə aiddir? Rüstəm bəyə. Demək, Rüstəm bəy 4. 4-ə ə aiddir Rüstəm bəyə. Faiz. Faiz aiddir Səməd Vahidə. 5. Səməd Vahidə aiddir J, yəni faiz. Küsüf aiddir Mirzə Məhəmməd Əliyə. 7-yə aiddir bu J oldu. 7-yə aiddir Z. Sonra cəmiyyət. Cəmiyyət xeyriyyə Səməd Rüstəm bəyin cəmiyyətidir. Ona görə İ də aiddir Rüstəm bəyə, yəni 4-ə. Elmi ilahi Mirzə Məhəmməd Əliyə, yəni Y-yə, 7-yə aiddir. Deməli K, Z-dən sonra K. Və ədəbiyyat müəllimi də Səməd Vahid idi. 5-ə də aid olan G-dir. Demək, biz bunlara uyğun düzməliyik. Burada 1, 2 və 3 dənə obrazdır. Bunların birincisini, məsələn, biz desək 4 Rüstəm bəydir. 1-ə 4 desək, ikincisi 5 olacaq. Çünki biz bura Mirzə Məhəmməd Əlini və burada 7-ni yazsaq, Səməd Vahidi. Və buna uyğun da cavabları Rüstəm bəyə aid olan nə oldu? Ə, İ. Deməli, A bərabərdir Ə-yə, B bərabərdir İ-yə. 5-də Mirzə Məhəmməd Əliyə aid olanlar C bərabərdir J, C bərabərdir G-yə. Burada da D Z-dir və Y də K-dır. Və Z K-dır. Səməd Vahid 5-ci. Buna uyğun verilənlərə uyğunlaşdırsaq, elə bir dənə 1, 4 tapsaq, 1-ə 1 bərabərdir 4 təkcə D bəndindədir. Demək, cavabımız olacaq D bəndi. 10-a baxaq. Hansı dəyişikliyi etsək uyğunluq bərpa olunur? Hansı dəyişikliyi eləsək uyğunluq bərpa olunur? Baxaq görək, burada Rüstəm bəy, Mirzə Məhəmməd Əli, Gülbahar və Səməd Vahid. Qəlbin kimə yapışır, ona da get. Bu Rüstəm bəyin sözdür, bu doğrudur. Rüstəm bəy Gülbahara deyir. Niyə hərə bir tərəfə gedir? Bu Gülbaharın sözdür, Mirzə Məhəmməd Əlinin deyil. Deməli, bu 2 gəlməlidir bura. Səməd Vahid, mən buna hərgiz razı olmam. Bəli, bu doğru fikirdir. Səməd Vahidin sözüdür. Vay sizin halınıza. Afərin lüğəti yazanlar. Bu da Mirzə Məhəmməd Əliyin sözləridir. 3 də bura gəlir. Deməli, 2 və 3-ün yeri dəyişməlidir. 2 ilə 3-ün cavab olacaq B bəndi. 14-ə baxaq. 14-də deyir ki, yalnız biri doğru fikirdir. Anamın kitabı elə ədəbi növdə yazılıb ki, orada müəllif hadisələrə müdaxilə edir. Öz fikrini bildirir, doğru fikirdir. Xeyr, anamın kitabı, əsəri dramatik növdə yazıldığına görə orada müəllif hadisələrə müdaxilə edə bilməz. Yanlış fikirdir. A variantı yoxdur burada. Ayda, üzr sayın. Anamın kitabının yazıldığı ədəbi növ təkkiyə ilə təsvirin xeyr, təkkiyə ilə təsvir epik növdədir. Ona görə bu da yanlışdır, çünki dramatik növdür, orada göstərmə əsasdır. Anamın kitabının yazıldığı janrda yalnız yumor, bəzən də satira ünsürləri üstünlük təşkil edir. Xeyr, bu tragikomediya olduğuna görə yalnız yumor və satira deyil, faciə də orada öz əks olunur. Anamın kitabı əsərinin yazıldığı janrda həm 2 janrın xüsusiyyətləri özünü göstərir, həm də bir növ 2 ədəbi növün qarşılığından gəlir. Bəli, cavab Y bəndidir, çünki komediya ilə faciənin birləşməsindən yaranır. Və nəhayət axırıncı 15-ci test, səbəb nəticə cədvəlindəki uyğunluq bir variantda pozulmuşdur. Səbəb, Rüstəm bəy Rusiyada təhsil alıb intelligentdir. Nəticə də odur ki, Rusiya hökumətinin mənafe ilə çıxış eləyir. Bəli. Mirzə Məhəmməd Əli İranda təhsil olub, nəticə olaraq İran hökumətinin mənafe ilə çıxış eləyir. Bəli. Səməd Vahid Türkiyədə təhsil alıb, Türk hökumətinin mənafeyi düzdür. Gülbahar qardaşlarını çox sevir, qardaşlarının bütün kitablarını yandırır. Bu nəticə ola bilməz. Ona görə düzgün cavab, yəni sevdiyinə görə kitabları yandırmaq onun nəticəsi kimi ola bilməz. Zəhrabəyim ailəsinin birliyinə çalışır. Əsərin ərinin vəsiyyətinin
vəsiyyətləri yazılmış kitabçanı oğlanlarına oxumağa çalışır. Doğru fikirdir. Demək 15-ci və sonuncu testimizdə cavab olacaq D bəndi. Hələlik bu qədər. Hər birinizə uğurlar arzu edirəm.